Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər, əziz tamaşaçılar. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Donor Dəstəyi, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin uşaq və gənclərin internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın rolu layihəsi çərçivəsində bugün informasiya cəmiyyətinin uşaq və gənclərin internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın rolu mövzusunda müzakirəmiz olacaq və müzakirəmizlə də bağlı onu qeyd eləmək istəyirəm ki, müzakirəmiz Bakı Xəbər studiyasında yayımlanır. Aynı zamanda onu da qeyd eləmək istəyirəm ki, yaratdığı şəraitə görə Bakı Xəbər studiyasının rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın rolu layihəsini dəyərləndirdiyinə görə, qalib etdiyinə görə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə bir daha dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bu gün də informasiya cəmiyyətinin, uşaq və gənclərin internetdən istifadəsində rolu mövzusunu müzakirə edəcəyik və bu mövzu ətrafında çox dəyərli qonaqlarımızı studiyamıza dəvət etmişik. Mən istərdim ki, qonaqlarımızı sizə təqdim edim. Qonaqlarımız eyni zamanda bugün bu mövzunun ətrafında çox vacib məqamlara diqqət çəkəcəklər və mən vaxt itirmədən qonaqlarımızı bir daha xatırlatmaq istəyirəm. Qonağımız İnformasiya Texnologiyaları İnstitutunun Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, Texnika elmləri üzrə fəlsəfə doktoru Babək Nəbiyev. Təşəkkür edirik ki, bugün dəvətimizi qəbul edib gəlmisiniz. Digər qonağımız isə bizim dəyərli dostumuz, həmkarımız, eyni zamanda uzun müddət Lidiya televiziyasında çalışmış əməkdar jurnalist Mətanət xanım Oğanırlı bugün qonağımızdır. Siz də xoş gəlmişsiniz. Təşəkkür edirik ki, bugün dəvətimizi dəyərləndirmişsiniz. Vaxt itirmədən biz təbii ki, mövzumuz ətrafında müzakirəyə başlayırıq. Eyni zamanda bildirmək istəyirəm ki, bu müzakirə əlbəttə uşaq və gənclərin internetdən düzgün istifadəsi yönündə bir maarifləndirici bir mövzudur. Bu mövzu ətrafında təbii ki, mən istərdim ki, sualımızı hörmətli Babək bəyə ünvanlayım. Babək bəy, uşaq və gənclərin internetdən təhlükəsiz və düzgün istifadəsi sahəsində ölkəmizdə mövcud vəziyyəti necə qiymətləndirirsiniz? Ümumiyyətlə, bildiyiniz kimi, tək Azərbaycanda yox, bütün dünyada artıq internetdən istifadə bütün yaş kateqoriyalarına aiddir. Hətta artıq körpə uşaqların belə internetdən istifadə edə biləcəyi proqram tətbiqləri və yaxud da ki, hər hansı video materiallar, onların marağını, diqqətini çəkəcək video materiallar var. Və bununla bağlı da təbii ki, Azərbaycanda da müəyyən fəaliyyət göstərilir və bununla bağlı olaraq da bildiyiniz kimi uşaqların zərərli, belə deyək, informasiyanın qorunması haqqında qanun var. Və bu çərçivədə təbii ki, həmən zərərli kontentin müəyyən olunması, onlara yaş kateqoriyasının verilməsi və bu yaş kateqoriya üzrə hansı informasiya əldə oluna biləcəyi haqqında orada məlumat öz əksini tapır. Təbii ki, bunun tətbiq olunması nöqteyi nəzərindən bütün dünyada da praktikada var ki, yəni bunun tətbiq olunmasında müəyyən məhdudiyyətlər var. Bununla irəli gəlir ki, texnoloji həllər yetəri qədər bu prosesi idarə olunmasında belə deyək də yaxşı iştirak etmir və bununla əlaqədar olaraq da təbii ki, müxtəlif ölkələrdə müxtəlif yanaşmalar var. Bunu əsas misal üçün ən radikal yanaşmalardan biri odur ki, konkret olaraq müəyyən yaş kateqoriyasına qədər internetdən istifadənin qadağan olunması. Yəni, amma müəyyən tənzimləmələr də var ki, müəyyən yaş kateqoriyalarına uyğun olaraq da hansı proqram təminatlarından, hansı web resurslardan, hansı ümumiyyətlə internetdə yerləşən informasiyanın istifadə olunması üzrə bölünmələr var. Və təbii ki, bunlar artıq bildiyiniz kimi beynəlxalq səviyyədə istifadə etdiyimiz proqramlar Azərbaycan tərəfindən tətbiqlər yazılmamış proqramlardır və Azərbaycanın bildiyiniz kimi qanunları və tənzimləmələri çərçivəsində işləmirlər. Onlar beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərirlər və bununla bağlı olaraq da təbii ki, başqa problemlər yaranır. Burada dil məsələsi ilə bağlı problemlər yaranır və bu dil məsələsi ilə bağlı problemlər onda gətirib çıxardır ki, müəyyən tənzimləmələr etmək olur həmən tətbiqlərin nəzdində. Hansı resurslara daxil olmaq olur, hansı resurslara daxil olmaq olmur və bunu da təbii ki, daha yaşca böyük valideyn tərəfindən və qoruyucu tərəfindən təmin olunmalıdır. Burada da müəyyən məhdudiyyətlərlə bağlı problemlər yaranır və əsas məsələ də ondan, ideya da ondan ibarətdir ki, yəni burada qadağa əsas deyil. Qadağa düzgün davranış profilinin, belə deyək, tərbiyə olunmasıdır, düzgün davranış profilinin aşılanmasıdır. Düzgün maarifləndirilmə. Bəli, düzgün maarifləndirilmə təbii ki. Və bununla bağlı olaraq da onu demək olar ki, bu proses aparılması
çox vacibdir və dünya praktikasında bunu göstərirlər ki, yəni bu tək müəyyən bağlı bir yerdə deyil. Yəni məktəb, bağça və s. deyil, ümumiyyətlə bütün gündəlik həyatımızda aparılmalıdır. Burada xüsusi məşhur şəxslər də burada iştirak edə bilər. Burada yəni bu kompleks bir yanaşmadır. Konkret olaraq hər hansı bir qanun çərçivəsində və yaxud da hansı bir tətbiq çərçivəsində deyil, bütün cəmiyyətin bütün istiqamətlərini əhatə edən bir kompleks yanaşma olmalıdır ki, çünki biz gələcəyimiz nöqteyi nəzərdən danışırıq. Uşaqlar bizim gələcəyimizdir və o gələcəyin yetişdirilməsinə hamımız məsulluq. Təşəkkür edirəm Babək bəy. Və əlbəttə elə uşaqlardan, gənclərdən söz düşmüşkən, istərdim ki, növbəti sualımızı hörmətli həmkarım, dəyərli Mətanət xanım cavablandırsın. Uşaq və gənclərin informasiya cəmiyyətində düzgün istiqamətləndirilməsi üçün ailə, məktəb və medianın üzərinə hansı məsuliyyət düşür? Mətanət xanım. Əslində bütün məsuliyyətlər elə cəmiyyətin, medianın, eləcə də qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin, məktəbin, ailənin üzərinə düşür. Əlbəttə, hər şey ailədən başlayır, biz deyirik. Amma hər şey ailədən başlayırsa, o zaman ailə üzvləri, böyüklər, valideynlər, təhsilli, savadlı özləri bilgili olmalıdır ki, o dediyimiz müsbət proqramlaşmanı da övladlara ötürə bilsinlər, gələcək nəslə ötürə bilsinlər. Amma söhbət ondan gedir ki, bugün bütün valideynlər, bütün ailələr bunun öhdəsindən gələ bilirmi? Yox. Digər tərəfdən məktəbin üzərində əlbəttə əvəzsiz məsuliyyət düşür, çünki valideynlər çalışır. Biz hər zaman təhsilimizlə bağlı danışanda bunu qeyd edirik, müzakirə olunur. Yəni ki, valideynin borcu övladı böyütmək, amma eyni zamanda bugünün valideyni çox məşğuldur. Bəzən 2-3 işdə çalışırlar. Kapitalizmin sərt qaydalarıdır. Yəni bildiyimiz kimi müasir dövrün, yeni dövrün gətirdiyi məsələlərdir ki, valideyn çox məşğulsa o zaman övladını hara etibar eləyir? Bağçaya, məktəbə. Demək ki, körpələrin bağçadan başlayır inkişafı. O ki, qaldı biraz öncə Babək müəllim dedi ki, belə bir yanaşma da var ki, müəyyən yaşa qədər uşaqlara qadağan olsun telefonu. Mən düşünürəm ki, təbii ki, bütün yanaşmalara hörmət edirəm, bütün fikirlər subyektivdir onsuz da. Amma mən düşünürəm ki, əgər biz internet dünyasında yaşayırıqsa, internet əsrində yaşayırıqsa, yəni uşaqları müəyyən yaşa qədər izolyasiya eləmək və sonradan onu görəndən sonra, amma körpəlikdən onun içində böyüyən bir uşaq və sonradan onu telefonla çalışan bir uşaq. Üstünlük hansında olacaq? Əlbəttə, telefonla böyüyən uşaq. Yəni, bir misal çəkmək istəyirəm, biraz kobud da olsa, dərin tarixlərdə belə bir rəvayət var idi. Deməli, deyir ki, hamam böcəyi var, bir də dinozavrlar var. Dinozavrlar çox böyükdür və gücünə güvənib axına qarşı gedirdilər. Və ona görə də bugün baxıyorsunuz, əsrlər keçdi, dinozavrın izi tozu yoxdur. Biz sadəcə onu hekayə kimi xatırlayırıq. Amma hamam böcəyi 300 min illər, 3 milyard illər yaşayır. Niyə axına qarşı getmir? Axın istiqamətində gedir, davam edir. Yəni, günün trendi bu dünyanın dünyanın indiki mərhələsində axına doğru şəkildə qoşulmaq, doğru şəkildə təkan vermək, mənfiləri müsbətlərlə əvəz etmək, yəni bugünün axını bu olmalıdır. Axına qarşı yox, biz internetsiz mümkün deyil. Mən sizə sual verirəm, mənim hörmətli həmkarım. Sabah internet bağlansa nə edəcəksiniz? Məsələn, internet bir anlıq düşünün, banklar çökür, bütün beynəlxalq əlaqələr kəsilir, bank kartlarımız işdə. Yəni, nəqliyyat sektoru, rəqəmsal dünya tamamilə heç birimiz arzulamarıq onu, yəqin ki, doğru mu? Və nə baş verir? Qayıdırıq köhnə, keçmiş zamana, məcburən radio qulaq asmaq, ancaq televiziyada məlumatı gözləmək, şəxsi qapıları döyüb qohumlarımızı, dostlarımızı axtarmaq, doğru mu? Və artıq biz 30 ildir buna alışmışıq. Axı 20 ildir biz bunun içində yaşayırıq. Amma bütün hallarda Mətanət xanım, internetdən düzgün istifadə etməyə çalışırıq. Və gəlir o məsələyə. Bəli, düzgün istifadə biraz öncə dediyim kimi, hər şey valideyndən, ailədən başlayırsa, ailə, müəllim və cəmiyyət, elə media, bir də media dedik. Media əslində birinci rol oynayır. Çünki hər kəs medianı izləyə-izləyə maariflənir, məlumat alır, necə həzm edir, necə çatdırılırsa o formada da həzm edir, belə deyək. Medianın üzərində bütün dünyada müstəsna bir borc var, məsuliyyət var. Bunu hansı formada yerinə yetirilir? Bu başqa məsələdir, bunu müzakirə eləmirik biz. Gələk öz ölkəmizdə, sadəcə Azərbaycandan. Mənim üçün Azərbaycanın gələcəyi bizim körpələrimiz maraqdır.
maraqlıdır. Çünki hər birimizin evində övladlarımız var və biz hamımız istəyirik ki, onlar sağlam olsunlar. Bugün etiraf edeyim ki, mən də öz evimdə qızımı telefondan izolyasiya eləyə bilmirəm. Böyük qızdır. Amma mən istəmirəm bir valideyn kimi, bir ana kimi o 24 saat, 18 saat o telefonun zərərlərinə uğrasın. Sağlamlıq baxımından ən müxtəlif formalarda oradan onun qarşısına çıxan informasiyalar. Axı biz böyük artıq müəyyən mərhələlər arxada qoymuşuq. Biz hansı informasiyanın hansı mənbədən gələ bildiyini fərqində oluruq, ayıra bilirik doğru ilə yalanı. Amma bugünkü körpələr, uşaqlar, yeniyetmələr, orta məktəb uşaqları fake informasiyalarla böyüyürlərsə, yəni bunun gələcəyini, bu prosesin gələcəyini təsəvvür etmək belə, düşünmək belə qorxuludur, dəhşətlidir. Və media, ailə, vətəndaş cəmiyyəti, məktəb. Məktəbin üzərində müstəsna, əvəzsiz bir rol var. Əslində, hər bir müəllimin, həkimlərdə belə bir şey var, Hipokrat andı içirlər ki, biz ömrümüzün sonuna qədər təmənnasız xəstələrin sağlamlığının keşiyində duracağıq. Mənə elə gəlir ki, müəllimlərin də bu baxımdan üzərində çox böyük məsuliyyət var. Çünki müəllim gələcəyimizi təmin edir, gələcəyimizi böyüdür, gələcəyimizi yetişdirir. Azərbaycan reallığında bugün məktəblərdəki maarifləndirmə, təlim, tərbiyə, təhsilin keyfiyyəti, biz hamımız razıyıqmı? Yox. Problemlər varmı? Var. Əlbəttə, uğurlu nüanslar da var, müsbət silahlar da var, hamısı pisdir, hamısı yaxşı deyə bir şey yoxdur. Amma konkret söhbət, informasiya təhlükəsindən gedirsə, körpələrin bu baxımdan sağlam şəkildə böyüməsi, formalaşmasından gedirsə, mənə elə gəlir ki, media, məktəblər, Təhsil Nazirliyi, təhsil qurumları, ailələr, bunların üçünün birlikdə məhz bu mövzu ilə bağlı mütəmadi layihələr, təbliğatlar həyata keçirməlidirlər ki, hesab edirəm ki, sizin bu Dövlət QHT Agentliyindən vasitəsilə həyata keçirdiyiniz elə bu layihə özü ona xidmət edir. Və çox gözəl olar ki, əlbəttə bu layihələr məktəb, ailə və məktəb, valideyn və media üçlüyün birlikdə layihəsi kimi həyata keçirilsin. O zaman nə olacaq? O zaman artıq cəmiyyətdə hamı maariflənəcək. Maarifləndirmə hər gün, hər an, dünən də, bugün də, sabah da lazımdır. Maarifləndirmə dayanmayan prosesdir. Çünki yenilənən dünyada hər gün, hər an, hər şey yenilənir. Bütün sahələr. Və o qədər yeniliklər çıxır ki ortaya. O yeniliklərdən mənim xəbərim olmaya bilər, sizin xəbəriniz olmaya bilər. Maarifləndirmə çox önəmlidir. Mənə elə gəlir ki, bugün mətbuatın üzərində, mətbuat deyərkən medianın üzərində duran ən böyük, ən ümdə və xalqa, millətə, dövlətinə xidmətinin prioriteti bu olmalıdır, mənə elə gəlir. Zamanda vurğulamaq istəyirəm ki, siz burada qeyd elədiniz ki, bu üç tərəfli formatda, yəni məktəb, media, vətəndaş cəmiyyəti, Təhsil Nazirliyi filan. Yəni biz elə bax bu studiyada artıq bundan 3-cü verilişimizdir. Bundan əvvəlki verilişlərimizdə psixoloq müəllimləri cəlb elədik. Onlarla geniş fikir mübadiləsi bəy apardıq. Hər bir fikir mübadiləsində də yenə də həmin o üç bucaq, yəni məktəb, hətta valideyni də daxil elədik ora. Yəni bütövlükdə o maarifləndirmənin əhəmiyyətini orada biz hər üç o digər verilişlərimizdə də müzakirə elədik. Əslində məktəb, valideyn, media, vətəndaş cəmiyyəti institutlarının bu prosesdə sizin də vurguladığınız kimi iştirakı yeni hesablanmış bir təşəbbüsdür bugün bizim gerçəkləşdirdiyimiz təşəbbüs. Məsələn, ondan ibarətdir ki, mənim əziz qardaşım, mən ümumi mənada qeyd edirəm ki, bu kütləviləşməlidir. Bax, biraz öncə qeyd etdiyimiz kimi Təhsil Nazirliyi, məktəblər, media, vətəndaş cəmiyyəti, bax, bu istiqamətdə işləsə, yəni bu vəzifə sadəcə bir layihə ilə həyata keçiriləcək məsələ deyil. Hədəfimiz odur ki, layihənin davamlılığını təmin eləyək və hətta bizim Abşeron rayonunda keçirdiyimiz tədbirdə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şuru Agentliyinin Müşahidə Şurasının üzvü hörmətli millət vəkilimiz Rizvan Nəbiyev də iştirak edirdi. Orada bizim layihənin siz dediyiniz kimi o formatına, o belə deyək ki, istiqamətinə baxdı. Hətta orada vurğuladı ki, Zamin müəllim, mən belə başa düşürəm ki, bunu bəlkə də bir regional bir layihəyə çevirmək lazımdır. Doğrudan da biz də hesab edirik ki, bu layihə artıq bir geniş bir formatda ölkəmizin bütün bölgələrini əhatə eləsin və bunun istiqamətində də təbii ki, biz artıq layihə təklifi ilə çıxış etməyi düşünürük
və düşünürük ki, növbəti müsabiqələrdə məhz bu istiqamətdə, sizin də vurguladığınız istiqamətdə çox belə potensial və çox potensial şəkildə bəli, bütün regionlarımızı əhatə eləyək. Onu da vurğulayım ki, Babək bəy, bizim Abşeronda keçirdiyimiz tədbirdə 400-ə yaxın gənc iştirak edirdi. Əlbəttə, deməli, o 400 dənə iştirak edən hər bir gəncin artıq bu məlumatlandırma, onların informasiya savadlığının artırılması, rəqəmsal biliklərinin formalaşması istiqamətində bizim keçirdiyimiz görüşdə, etdiyimiz müzakirədə bu məsələlər daha geniş şəkildə orada qabardıldı və düşünürəm ki, biz bundan sonra da əlbəttə Mətanət xanım vurğuladığı kimi dayanmamalıyıq və hərəkət eləməliyik və sözsüz ki, ölkəmizin informasiya siyasətinə vətəndaş cəmiyyəti töhfəmizi verməliyik və əsas hədəfimiz də, məramımız da, məqsədimiz də elə bundan ibarətdir. Və mən təbii ki, istərdim ki, növbəti sualımızı hörmətli Babək bəyə ünvanlayım. Rəqəmsal platformalarda etik davranış qaydalarının formalaşması üçün hansı tədbirlər görülməlidir? Əslində, etik davranış deyəndə bu, ümumiyyətlə belə bir anlayış var ki, bəzən düşünülür ki, internetdə, misal üçün, mən anonim adla istifadə elədim və yaxud da başqa adla istifadə elədim. Və mən hər hansı bir formada müəyyən qərəzli fikirlər və yaxud da ki, hər hansı bir belə deyək, təhqir edici sözlər və s. istifadə edə bilərəm. Təbii ki, belə anlayışlar, belə deyək, ümumiyyətlə bütün dünyada belə bir anlayışlar var ki, anonimlik varsa müəyyən formada etik davranış profilini geridə qoymaq olar. Amma bu yanlış yanaşmadır. Nəzərinizə çatdırım ki, ümumiyyətlə, bu bir mühitdir. Yəni, bu rəqəmsal mühit olsa da bu bir mühitdir və bu mühit artıq bizim real mühitlə çox yaxındır. Və orada baş verən hadisələrin hamısı təbii ki, necə ki, real mühitdə baş verən hadisələr qanun çərçivəsində müəyyən məsuliyyət vardır və rəqəmsal mühitdə də təbii ki, eyni qaydada bu məsuliyyət davam edir. Və ona görə də rəqəmsal vətəndaş anlayışı formalaşır ki, yəni hər bir vətəndaş həm fiziki mühitdə vətəndaş deyil, həm də ki, rəqəmsal mühitdə bir vətəndaşdır və rəqəmsal mühitdə olmaqda rəqəmsal məsuliyyət yaradır. Və Mətanət xanım bayaqlarım qeyd elədi bu uşaqlarla bağlı məsələdə. Burada hər bir vətəndaş təbii ki, məsuliyyətli olmalı. Rəqəmsal vətəndaş məsuliyyətli olmalı. Burada rəqəmsal vətəndaş içində, misal üçün, rəqəmsal yeniyetmə, rəqəmsal gənc, rəqəmsal körpə, bu cür anlayışlarla çıxış eləmək olar və hər birinin özünə uyğun olaraq bir məsuliyyət çərçivəsi formalaşmalıdır. Və bundan əlavə olaraq da təbii ki, onların davranışı, özünün etik davranış məsələsində baş verən müəyyən hadisələr olur. Buradan ibarət ki, misal üçün, kiberzoracılığa məruz qalırlar müəyyən insanlar. Bunun yaş kateqoriyasına aidiyyəti yoxdur. Yəni, bütün yaş kateqoriyasında insanlar kiberzoracılığa məruz qala bilərlər. Fərdi məlumatların ələ keçirilərək onlara, misal üçün, müəyyən təqiblər eləmək olar. Ona görə biz gənc yaşlarında uşaqlara aşılanmalıdır ki, konkret olaraq şəbəkədə fərdi məlumatlara necə davranmaq lazımdır. Hansı resurslara daxil olmaq olar, hansı resurslara daxil olmaq olmaz. Və misal üçün, bir şəxslə, tanımadığınız şəxslə kontakta girən zaman hansı cür davranış sərgiləmək lazımdır. Yəni, nəyə görə? Çünki siz evinizdə oturmuşsunuz, təsəvvür edin ki, bir ailədir, bir ailədə tutaq ki, bir valideyn, iki valideyn, bir uşaq var və sizin uşağınız əlinizdə telefon kimlə, nə hansı bir müstəvidə söhbət edir, heç bir məlumatınız olmur. Və bu nə deməkdir? Bu virtual, yəni rəqəmsal qonaq deməkdir. Yəni siz evdə ola və həmin şəxs evdə olmaya artıq sizin qonaqdır. Və bununla bağlı olaraq bir çox hadisələr baş verir. Uşaqların misal üçün oğurlanması faktları da olur. Burada misal üçün dediyimiz kimi kiberzoracılıq faktları da olur. Burada misal üçün uşaq anlamadan ondan informasiya əldə etmək məlumatları. Orada tək uşağın şəxsi məlumatlarından gedir, valideynin şəxsi məlumatlarından gedir, evin yerləşdiyi məkandan gedir. Yəni bu fakt olub ki, misal üçün uşaqla danışıblar, evdə olmadıkları vaxtı müəyyən ediblər, uşağın vasitəsilə evə girib oğurluq. Dünyada belə hadisələr baş verir yəni. Bu faktlar onu göstərir ki, birincisi uşaqları biz düzgün aşılamalıyıq. Ümumiyyətlə şəbəkədə, yəni internet şəbəkəsində davranış necə olmalıdır? Web tətbiqlərdə davranış necə olmalıdır? Ümumiyyətlə proqram tətbiqlərində davranış necə olmalıdır? Tanımadığınız şəxslərlə, yəni heç vaxt kontaktda olmadığınız şəxslərlə internet mühitdə danışarkən necə davranmalısınız? Və bu məsuliyyəti təbii ki,
dediyim kimi də, yəni bu tək məsəl üçün məktəb, bağça səviyyəsində təbii ki, bunlar aşılanmalıdır. Bu vacibdir, mütləqdir və ailə səviyyəsində də bu aşılanmalıdır və buna görə də rəqəmsal valideyn olmalıdır. Yəni valideynlər özləri bunu anlamalıdırlar və bu tətbiqləri, proqramları başa düşməlidirlər ki, onlar o uşaqlara onu məsələni də izah edə bilsinlər. Və bundan əlavə də dünya praktikasında belə bir anlayış var. Əsas məsələ məlumatlandırma o halda mümkündür ki, problem məlumdur və ona həll var. Problem məlum deyilsə, həll yoxsa məlumatlandırma da mümkün olur. Buna görə də əks əlaqə olmalıdır. Yəni bir çox ölkələrdə qaynar xəttlər var. Sırf uşaqların internet mühitdə baş verən təhdidlərlə bağlı ya birbaşa özü tərəfindən məlumatlandırılır, qaynar xətt ki, mən başıma belə bir hadisə gəlib, ya da ki, valideynin tərəfindən məlumatlandırılır ki, uşağın başına belə bir hadisə gəlib. Çünki bu da bir şərait yaradır ki, hər hansı bir yeni təhdid qarşısında mübarizə mexanizmi formalaşsın, ya da ki, məlum təhdiddirsə, onunla necə davranmaq lazımdır, valideynə və yaxud uşağa düzgün məlumatlandırma aparılsın. Və bundan əlavə də etik davranışların formalaşması, təbii ki, Mətan xanım bayaq dedi, influencerlər hansı ki, fəaliyyət göstərirlər şəbəkələrdə, bunlar böyük hissəni təşkil edir. Təbii ki, onlar da öz fəaliyyətlərində, yenə deyirəm, bizim gələcəyimizdir, bizim gəncliyimizdir və bunun qarşısında hamımız məsul. Ona görə də hər bir şəxs öz məsuliyyəti daxilində bu işi aparsa, yəni necə ki, siz bu işi aparırsınız, bu işi aparsa təbii ki, yaxşı nəticələrə gəlib çıxmaq olar. Ona görə də əsas vacib məsələ ondan ibarətdir ki, burada konkret olaraq cəmiyyətin bütün kəsimləri bu fəaliyyətdə aktiv iştirak etsin və məsəl üçün, yenə deyirəm, bununla bağlı olaraq bir qaynar xətt formalaşdırılmalıdır ki, bu maarifləndirmə məsələsi və təhdidlərin müəyyən eləmə məsələsi asan da olsun. Yəni, bu məsələ qaynar xətt anlayışı bildiyiniz kimi bir çox istiqamətdə var, kiber təhlükəsizlik sahəsinin özündə də var. Çünki yenə deyirəm, vaxtında məlumatlandırma olsa, onun qarşısını alınmaq, daha az zərərlə qarşısını alınması daha asan da olur. Uşaqlar da bunu dərk eləməlidirlər. Bəli, təbii ki. Bəli. O da mütəmadi, siz bayaq qeyd etdiniz, mütəmadi məlumatlandırmaq. Durmadan, dayanmadan, hər gün, hər an, bəli. Təşəkkür edirəm Babək müəllim. Çox var vacib və önəmli məqamlar. O qaynar xətt məsələsi hesab edirəm ki, çox vacib məqamlardan biridir. Və əlbəttə elə bu kontekstdə söhbət edərkən təbii ki, milli mənəvi dəyərlərin internet mühitdə qorunması və təbliği üçün media hansı təşəbbüslər həyata keçirməlidir? Əslində biz eyni mövzunu müxtəlif aspektlərdən izah edirik. Milli mənəvi dəyərlər nədir? Bizi var edən, xalqın mövcudluğunu var edən, göstərən amildir. O dildir, dilimizdir. Biraz öncə Babək müəllim də qeyd etdi çıxışına başlayanda. Dilimizin qorunması və bizi biz edən ailə institutumuz, tərbiyə, böyük, kiçik, yəni bir çox muğamın özü, yəni mədəniyyət sahəsinə aid bir çox dəyərlər var ki, onlar bizim milli mənəvi dəyərlərimizdir. Əslində bugünkü çox vicdanlı vətəndaşın vəzifəsi ondan ibarətdir ki, tutduğu vəzifədən harada işləməsinə, nə işlə məşğul olmasına asılı olmayaraq öz yerində sadəcə yeni düzənin negativindən maksimum sığortalanaraq öz fəaliyyətini davam etdirə bilsin. Əslində bugünün vətəndaşın üzərinə düşən ən böyük vəzifə budur. Və milli mənəvi dəyərlərimizin aşılanmasından necə nail ola bilərik? Necə nail ola bilərik ki, bugün hər bir vətəndaş dərk eləməlidir ki, mənim dediyimi dərk eləməlidir ki, yəni o mənada ki, bizi var edən, bir xalqı, bir toplumu var edən onun dəyərləridir. O dəyərləri qorumağa biz hamımız borcluyuq. Əgər vətəndaş onu hamısı başa düşmürsə, biz görürük sosial mediada, sosial şəbəkələrdə, xüsusilə sosial şəbəkələrin TikTok platformasında heç xoşumuza gəlməyən, bizim dəyərlərlə üstə düşməyən, qeyri-etik bir çox hallarla biz rastlaşırıq və əksər cəmiyyətin müəyyən qismi də buna təbii ki, öz etirazını bildirir. Amma mən illərdir müşahidə edirəm ki, bu etirazlar fərdi olduqca nəticə vermir. Bu nə deməkdir? Bu deməkdir ki, çox ciddi ictimai qınaq, vətəndaş cəmiyyətinin ictimai qınağı formalaşmalıdır. Biz necə bu belə kollektiv formada, ümumi qınaq, platforma şəklində ictimai qınaq, sosial şəbəkələrdə sosial şəbəkələrin zərərindən necə sığortalana bilərik? Yenə biraz öncə qeyd etdiyimiz üçün gələcəyimiz, körpələrimiz naminə və bugünün bizim dəyərləri gələcəyə daşınması naminə. Media yenə əvəzsiz rola malikdir. Mənə görə bizim dəyərlər sisteminə qarşı çıxan, onu aşağılayan, onları degradasiyaya uğradan
kimliyindən asılı olmayaraq media nümayəndəsindən tutmuş bloqerə qədər, ya sosial şəbəkə istifadəçisinə qədər mənə gəlir ki, onlar cəmiyyətin sərt ictimai qınağı ilə qarşılaşmalıdırlar. O da nəticə verməsə, Azərbaycan kifayət qədər zəngin qanunvericilik bazası var. Qanunla da bütün hüquqlar, bütün dəyərlər qorunur, tənzimlənir və yenə də maarifləndirmə o aspekt aparılmalıdır ki, hər bir sosial şəbəkədə burada bir internet var, masanın üzərindən bir telefonu açıb canlı yayına qoşuluram. Bu o demək deyil ki, sən heç bir məsuliyyət daşımırsan. Hər kəs zəhmət çəkib məsuliyyətini dərk edəcək. Bu millətin, bu dövlətin vətəndaş olduğunu unutmayacaq. Unudarsa qanun qarşısında cavab verəcək. Təşəkkür edirəm Mətan xanım. Çox önəmli məqamlara toxundunuz. Və təbii ki, digər sualımız Babək müəllim olacaq. Azərbaycan dilində keyfiyyətli və maarifləndirici internet resurslarının artırılması üçün hansı təşəbbüslər vacibdir? Yəni, təbii ki, internet resursları üzərindən. Əslində, burada belə deyim də, informasiyanın çatdırılması biraz dəyişib artıq. Yəni, bunun da böyük təsiri süni intellektdən. Yəni, süni intellekt buna təsir elədi. Niyə? Çünki bu süni intellekt chatbotları ilə insanlar artıq çox kontaktdadır. Yəni, gəlin belə danışaq da, əvvəl hər hansı bir veb-sayt var idi, axtarış deməli, tətbiqi var idi. Ora daxil olub, hər hansı bir sözü yazıb, müəyyən məlumat axtarırdınız. İndi artıq və bu, belə deyim, bir çox halda hər hansı bir məsələ haqqında, hər hansı bir hadisə haqqında məlumat almaq üçün bir çox hallarda insanlar chatbotlara daxil olurlar və bu chatbotlarda informasiyanı sorğulayırlar. Bu nə deməkdir? Chatbotlar axtarır ki, bu məlumat haqqında nə var? Bu sorğu haqqında nələr var? Təbii ki, siz Azərbaycanda yerləşdiyinizə görə ilk olaraq Azərbaycan mühit axtarışa verilir. Və bu nə deməkdir? Bu o deməkdir, bayaqlarım siz dediyiniz kimi etika məsələsi də bura daxil olur. Yəni, bildiyiniz kimi bu mühitdə həmən chatbotların daha etik, daha dolğun, daha ailə mənəviyyat dəyərləri, ölkə vətəndaşlıq dəyərləri, milli ruhun aşılanması nöqteyi nəzərindən təbii ki, yaxşı məlumatlar orada nə qədər çox olarsa, internetdəki bu süni intellekt alqoritmləri nə qədər xeyirli, yararlı məlumatlar öyrənərsə, o qədər də daha çox xeyirli və yararlı məlumatlar generasiya edib həmən sorğu göndərən şəxslərə çatdıracaq. Amma tək bundan da bitmir. Təbii ki, burada belə deyim də, bu dəyərlərin aşılanmasında artıq müasir belə dövrdə, baxın, əvvəllər necə idi? Multiplikasiyalar çəkilirdi, müəyyən animasiyalar çəkilirdi və bu böyük bir bazardır və bu dünyada, bu bazarda müəyyən ölkələr çox qabaqdadır və indiki dövrdə isə artıq generativ süni intellekt vasitəsilə yəni qısa metrajlı filmlər də çəkirlər, yəni yəqin ki, qarşınıza çıxır. Və bu nə deməkdir? Bu o deməkdir ki, bu prosesi təbii ki, tədris prosesinə daşılamaq olar və yaxud da ki, PR məsələlərinə daşılamaq olar. Necə? Misal üçün, hər hansı bir tətbiqlərin yaradılması, Azərbaycan nağılları əsasında hər hansı bir tətbiqlərin yaradılması, oyun, yəni yaradılması, uşaqlar daha çox nəyə meyillidirsə, onun üzərindən çıxış edərək, həmən milli ruhun aşılanması prosesini sürətləndirmək olar. Misal üçün, nağılların əsasında oyunların hazırlanması və yaxud da ki, məşhur bizim şairlər, yazıçıların belə deyək, şəklindən istifadə edərək onun öz şeirini, onun öz belə deyək, hansısa bir yazısını oxunması və yaxud da ki, müəyyən multiplikasiyaların hazırlanması ki, hansı ki, bu sırf belə milli mənəvi dəyərlərin aşılanması nöqteyi nəzərindən o işi görəcək. Çünki müəyyən məsuliyyətli vətəndaşın formasının üçün nümunə vermək lazımdır. Bu nümunə necə olmalıdır? Misal üçün, həkim, bir yaxşı həkim haqqında bir multiplikasiya hazırlanması, bir yaxşı polis haqqında, bir məsuliyyətli vətəndaş haqqında və s. Yəni, bu dünya praktikasında var. Artıq da bu, indiki texnologiyalar ona imkan verir ki, bunu çox sürətlə realizasiya olunub, bunun hazırlanıb və cəmiyyətə təqdim olunması yetər qədər yəni, mümkündür. Və süni intellektin əsas, misal üçün, belə deyək, alqoritm qədər vacib olan hissəsi, ikinci hissəsi onun verilənlər bazasıdır. Yəni, orada olan məlumatdır, onun öyrəndiyi məlumatlardır. Biz nə qədər çox keyfiyyətli məlumat hazırlasaq, nə qədər etik məlumat hazırlasaq və yeni gələn gənclərin və yeni gələn mütəxəssislərə etik davranış profilinin aşılanması
prosesi düzgün aparılsa, o qədər də daha yaxşı, daha belə deyək, mühit, sağlam mühit formalaşa bilər. Təşəkkür edirəm Babək müəllim və təbii ki, Mətanət xanım biraz öncə ümumiyyətlə sosial şəbəkədə medianın fəaliyyəti, eyni zamanda blogerlərin fəaliyyətinə də diqqət çəkdi. Elə Mətanət xanım, bu istərdim ki, bu kontekstdən sizə növbəti sualımızı ünvanlayaq. Ümumiyyətlə peşəkar jurnalistika internet məkanda etibarlı informasiya mənbələrinin formalaşmasına necə töhfə verə bilər? Yəni söhbət peşəkar mediadan gedir. Mən elə gəlir ki, siz dediyiniz məsələ həm də könül işidir. Vətənə, dövlətə, xalqa, bu boğazdan yuxarı söz deyil, bu bir gerçəkdir, həqiqətdir yəni. Mən elə gəlir ki, mediada işləyən insanlar, ümumiyyətlə, media nümayəndələri son dərəcə peşəkarlıqla, biraz öncə də qeyd elədik, peşəkarlıq və vicdan. Bu ikisinin sintezi artıq siz dediyiniz problemlərin qarşısının alınmasında gerçəkdən rol oynaya bilər. Burada sadəcə media deyil də, bəli, media töhfə verə bilər. Çünki media güzgüdür, media yəni informasiyadır. Hər an hər kəsin sosial şəbəkədə belə istinad etdiyi informasiyalar var. O informasiyaları kim istehsal edir? Media nümayəndələri istehsal edir. Bu baxımdan medianın üzərinə doğru, düzgün, qərəzsiz, gələcəyimiz naminə vicdanla çalışması çox önəmlidir. Bilirsiniz, bu tək Azərbaycan mediasının problemi deyil, qardaş. Əgər söhbət bizim gələcəyimizdən, körpələrdən, nəvələrdən, övladlardan, yeniyetmələrdən gedirsə, burada bu məsələdə hər bir özünü tanıyan, millətini, dövlətini tanıyan, biraz savadı olan, bugün hər bir müəllim, hər bir jurnalist, hər bir alim, hər bir, belə deyək, bilmirəm, müxtəlif sahədə çalışan insan, həkim, sosial şəbəkədə ziyalı nümunəsində olmalıdır. Biraz öncə Babək müəllim nə dedi? Nümunəni yaratmaq lazımdır. Nümunə sadəcə texnologiya ilə olmur. Nümunə özü bizim özümüzük. Növbəti bir Babək və sualımız olacaq. İnternetdə yayılan dezinformasiya və zərərli məzmunun qarşısının alınmasında hansı mexanizmlər daha səmərəli ola bilər? Əslində dezinformasiya indiki dövrdə belə deyək də bir çox halda misal üçün sosial mediada baxış saylarının yüksəldilməsi üçün və yaxud da hər hansı bir belə deyək də bir platformaya və yaxud da hər hansı bir hesaba diqqət çəkmək üçün və sair məsələdən istifadə olunur. Təbii ki, bu bunun belə gündəlik həyatda gördüyümüz hissəsidir. Dezinformasiya təbii ki, həm də ki, informasiya müharibəsinin bir hissəsidir. Yəni, bu artıq sosial şəbəkələrdə hər hansı bir, belə deyək də, informasiya müharibəsi zəminində müəyyən formada insanların yanlış yönləndirilməsi baş verir. Bu, rəqəmsal mühit ona imkan verir ki, artıq dezinformasiya formalaşdırılmasında insanların üzlərinin dəyişdirilməsi, misal üçün, özünü hər hansı bir başqa şəxs kimi təqdim olunması anlayışları artıq formalaşıb. Yəni, insanın səs tonunun kopyalanması formalaşıb. Bildiyiniz kimi, bunu dələduzlar da istifadə edir. Misal üçün, hər hansı bir şəxsin yaxınlarından müəyyən vəsaitlərin əldə olunması, qeyri-qanuni vəsaitlərin əldə olunması üçün bundan savayı olaraq da həm də siz dediyiniz kimi dezinformasiya üçün də istifadə edirlər. Misal üçün, məşhur şəxsin simasını götürürlər, səsini götürürlər, onun vasitəsindən müəyyən hər hansı bir çıxışlar edirlər və təbii ki də bu da müəyyən formada hər hansı bir cəmiyyətdə rezonans, informasiya mühitində rezonans yarada bilər. Yenə də qayıdırıq biz düzgün, dolğun informasiya mühitindən istifadənin, yəni rəqəmsal vətəndaş olmağa qayıdırıq. Çünki bu boyda təhdidlərin qarşısında, bu təhdidlər dediyim kimi hər hansı bir dələduzluq səviyyəsində də ola bilər. Amma milli təhlükəsizlik səviyyəsində də ola bilər. Yəni, görürsünüz, bu qədər arada böyük bir uçurum var və bu, təbii ki, burada bütün, belə deyək, rəqəmsal vətəndaşlar artıq sosial şəbəkədən davranış profilinə sahib olmalıdırlar, süni intellektdən davranış profilinə sahib olmalıdırlar. Ümumiyyətlə, belə deyək, bayaqla Mətanət xanım dedi ki, hər bir şəxs maarifləndirməlidir. Yəni, öz biliyini başqasına bölüşmək məsələsi var. Amma burada bilik məsələsi, bilikdə nə qədər dolğun olduğu məsələsi var. Misal üçün, Çində informasiya, sosial şəbəkədə kimsə informasiya paylaşırsa, əgər bu sahədə mütəxəssis deyilsə,
Misal üçün, orada artıq içində qadağa var ki, o şəxs həmin istiqamət üzrə informasiya paylaşa bilməz. Yəni bu görürsüz, onlar nə qədər yəni bu yanaşmalar ona gətirib çıxardır ki, bir müddətdən sonra həmin etik davranış profilinin formalaşdırılması məcburi xarakter daşıyır. Hə. Yəni ona görə də informasiyanın dolğun, düzgün informasiyanın birincisi təmin olunma, ikincisi onun əldə olunması üçün burada mübarizə üsullarından biri nədir? Rəsmi mənbələr. Yəni bildiyiniz kimi, baxın 44 günlük müharibədə də cənab prezident sosial şəbəkələrdə dəfələrlə çıxıb o dezinformasiyanın qarşısını almaq üçün çıxışlar edirdi. Yəni bu ən bariz nümunədir ki, dezinformasiyanın qarşısını necə almaq olar? Yəni aidiyyatı qurumlar, aidiyyatı şəxslər hər hansı bir hadisə baş verdiyi anda operativ, anında reaksiya verərək bu dezinformasiyanın qarşısının alınması üçün onlar müəyyən əks tədbir görməlidirlər. Yəni bunun ən yaxşı mübarizə üsullarından biri budur. İkincisi də vətəndaş nöqteyi nəzərindən isə bu həmin vətəndaşla bir hadisə ilə üzləşdiyi halda, yəni dezinformasiya üzləşir, bilmir axı dezinformasiya. Bunun üçün nə etməli? Hansı mənbəyə aiddirsə bu məlumat, yəni hansı mənbəyə istinad olunursa, həmin mənbəni gedib araşdırsınlar ki, yəni məsəl üçün bu informasiya deyilir ki, hansı bir qurum tərəfindən paylaşılıb. Gedib qurumun rəsmi veb səhifəsini maraqlanmaq olar ki, bu informasiya orada varmı? Yəni paylaşılıbmı? Və yaxud da o istiqamət üzrə aidiyyatı şəxslərin bu barədə çıxışları varmı? Yəni siz bayaq dediyiniz kimi hər şeyə inanırlar, hər şeyə inanmaq olmaz. Hər bir məlumat artıq, yəni bu rəqəmsal mühitdə olan hər bir məlumat artıq sorğulanmalıdır. Son olaraq istərdim ki, sonuncu sualımı hər ikinizə ünvanlamaq istəyirəm. Təhlükəsiz internet, rəqəmsal savadlılıq uşaqların kiber təhlükələrdən qorunması üçün valideynlərə hansı tövsiyələri verərdiniz? Hər ikiniz istərdim ki, qısa da olsa bu tövsiyələri biz Bakı Xəbər studiyası vasitəsilə izləyicilərimizə, gənclərimizə, uşaqlarımıza, eyni zamanda valideynlərimizə çatdıraq. Buyurun, Babək bəy. Birincisi, mən onun tərəfdarıyam ki, qadağaya qarşıyam, belə deyim. Hər hansı bir formada internetdən istifadəsinin qadağaya qarşıyam. Çünki yəni informasiyanın əldə olunmasının, təbii ki, yaş kateqoriyasına uyğun informasiyanın əldə olunması vacibdir. Çünki siz deyən kimi, Vətən xanım dedi, dünya görüşünün formalaşdırılması üçün. Nəyə görə? Müqayisə xarakterli. Yəni, bir çox şəxslər var ki, misal üçün, Azərbaycanda hər hansı bir davranışdan bəyənmirlər və ümumiyyətlə deyirlər ki, bu misal üçün davranış profili düzgün deyil. Gedirlər müəyyən bir ölkələrdə vaxt keçirdirlər, oradakı insanlarla kontaktda olurlar və bir qaydana deyirlər ki, yox, bizim ölkədə misal üçün bu daha yaxşıdır. Yəni, bu nə deməkdir? Bu insan dünyası görüşünü artırdı və bunun əsasında da artıq müqayisə eləmək qabiliyyəti yarandı. İnsan artıq gördüklərini müqayisə edir və onun əsasında qərar verir ki, hansı yaxşıdır, hansı pisdir. Buna görə də yaş kateqoriyası, burada vacib məsələ, yaş kateqoriyasına uyğun olaraq informasiya əldə oluna bilən olmalıdır. Yəni, əl çatan olmalıdır hər bir informasiya. Amma yaş kateqoriyası nəzərə alınmaq şərti ilə. Ona görə də valideynlər birincisi özləri rəqəmsal savadlığını artırmalıdırlar bu istiqamətdə. Çünki dediyim kimi, bütün belə deyim, tətbiqlərdə və yaxud da bütün ağıllı avadanlıqlarda müəyyən məhdudiyyətlər qoyulması ilə bağlı imkanlar var. Yəni, yaş kateqoriyasına görə siz öz uşağınızın telefonunda məhdudiyyət qoya bilərsiniz. Və yaxud da ki, hər hansı bir kontentin daxil olmasına görə bir məhdudiyyət qoya bilərsiniz. Ondan əlavə olaraq da vaxt nöqteyi nəzərindən məhdudiyyət qoya bilərsiniz ki, nə qədər, misal üçün, sosial mühitdə nə qədər vaxt keçirsin, oyunlarda konkret olaraq nə qədər vaxt keçirsin və yaxud da ki, misal, başqa hər hansı bir tətbiqlərdə nə qədər vaxt keçirsin. Onu limitləmək də mümkündür. Təbii ki, buna, belə deyim, dünya praktikasına müraciət etmək lazımdır və yaxud da müəyyən şərtlər daxilində onu valideyn özü qərar verməlidir ki, hansı formada bu aparılmalıdır. Amma İlkin olaraq hər bir valideyn rəqəmsal savadlığa malik olmalıdır. Bunun üçün təbii ki, medianın da böyük rolu var, mütəxəssislərin də böyük rolu var və bu proses kompleks şəkildə hamı tərəfindən birlikdə dəstək verilərək aparılması məqsədə uyğun olardı. Mən belə düşünürəm. Təşəkkür edirəm Babək müəllim. Və Mətət xanım, son olaraq sizin də tövsiyənizi bilmək istəyirəm. Mən də düşünürəm ki, bəli, valideynlər özləri birinci savadlı olmalıdır. Çünki savadlı valideyn savadlı gələcək yetişdirəcək əlbəttə ki və rəqəmsal savadlılıq ancaq təkcə valideyn deyil də, orta məktəblərdə, bağçada işləyən, hətta o uşaqları, məktəbliləri tərbiyə edən müəllimlərin özlərinin rəqəmsal savadlılığı qədər yüksək səviyyədə olmalıdır ki, gələcək nəsillər də o biliyi ötürə bilsinlər. Və digər tərəfdən media bir mənalı şəkildə yenə də qeyd olunmalıdır ki, bəli, bugün əgər bir 30 il öncə medianın üzərinə deyək ki, müəyyən məsuliyyət düşürdüsə, həmin məsuliyyətin
3 dəfə artığı bu gün düşür biz media nümayəndələrinin üzərinə ki, elə müəllimlərin də, elə ailələrin də, elə uşaqların da, valideynlərin də savadlanmasında, maariflənməsində ən böyük aparıcı qüvvə mediadır və mən ümid edirəm, inanıram ki, inşallah ki, media da bunun öhdəsindən gələr. Təşəkkür edirəm hər ikinizə bu gün dəvətimizi qəbul edib gəldiyinizə görə dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda bir daha vurğulamaq istəyirəm ki, hörmətli izləyicilər, bizim bu layihə müzakirə etdiyimiz mövzu qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, donor dəstəyi və müasir internet resurslarının inkişafı ictimai birliyinin uşaq və gənclərin internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın rolu layihəsi çərçivəsində informasiya cəmiyyətinin uşaq və gənclərin internetdən düzgün istifadəsinin formalaşması rolunu mövzusunda bu gün bir müzakirə apardıq. Əlbəttə, müzakirəmiz çox maraqlı oldu. Biz doğrudan da uşaq və gənclərin internetdən istifadəsinin zəruriliyini bu gün biz izləyicilərimizə çatdırmağa çalışdıq. Eyni zamanda, əlbəttə, biz valideynlərin, vətəndaş cəmiyyətinin, eyni zamanda elm ocaqlarımızın, informasiya texnologiyaları institutunun, media nümayəndələrimizin gəldiyimiz qənaət budur ki, hər birimiz ayrı-ayrılıqda məsuliyyətimizi dərk etməliyik, həm sosial şəbəkə segmentlərində, internet resurslarında çalışmalıyıq ki, gənclərimizə, uşaqlarımıza doğru informasiyalar ötürək. Eyni zamanda düzgün informasiya mənbələrindən istifadə edək. Bu çox önəmlidir, çünki əldə etdiyimiz informasiyanın nə dərəcədə doğru olduğunu, nə dərəcədə bu informasiyanın bizim həyatımızda, fəaliyyətimizdə faydalı olduğunu dərk etməliyik. Buna görə də əlbəttə Mətanət xanımın da vurğuladığı kimi ictimai qınaq, eyni zamanda vətəndaş məsuliyyəti bu məsələdə çox önəmlidir. Biz bütün bu müzakirələrdən aldığımız nəticələri təbii ki, növbəti layihəmizdə bu məsələlər üzərində yeni bir, belə deyək ki, platforma üzərində bu layihəni təkmilləşdirməyi düşünürük. Bu müzakirəni keçirməyimiz üçün yaratdığı münbit şəraitə görə Bakı Xəbər redaksiyasının rəhbərliyinə, hörmətli Aydın müəllimə dərin təşəkkürümüzü bildiririk ki, bizə belə bir müzakirə imkanı yaratdı. Bir daha vurğulamaq istəyirəm ki, bugünkü qonağımız İnformasiya Texnologiyaları İnstitutunun Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnik elmlər üzrə fəlsəfə doktoru Babək Nəbiyev, digər qonağımız hörmətli həmkarımız, əməkdar jurnalist Mətanət xanım Ağamirli idi.